2016-cı ildə sadə bir bloqla başladıq. 2021-ci ildən bu yana isə yüzlərlə insanla təlimlərdə bir araya gəldik. 4 il ərzində 500-dən çox iştirakçı, 20-dən artıq tədbir. Dövlət satın almaları sahəsində ixtisaslaşan təlimlərimizlə bilik və təcrübəmizi paylaşmağa davam edirik. Təlimlər kiçik qruplarla keçirilir. Hər kəsin sualı eşidilir, fikri nəzərə alınır. İştirakçılar təlimlərimizi 10 üzərindən 9 balla qiymətləndirib. Amma məqsədimiz yalnız informasiya ötürmək deyil, düşünən, öyrənən və sahəsində fərq yaradan peşəkarlar yetişdirməkdir. Yeni başlayanlar üçün keçirilən təlimlərdə biz dövlət vəsaitlərinin necə xərcləndiyini real nümunələrlə izah edirik. 4000-dən çox satın alan təşkilatın 10 milyard manat vəsaiti necə xərclədiyini öyrənmək üçün hələ də gec deyil. Komissiya üzvləri üçün nəzərdə tutulan təlimlərdə isə hüquqi məsuliyyətlərə və qərarvermə prosesinə xüsusi diqqət yetiririk. Hörmətli satın alma komissiya üzvləri, imzaladığınız sənədləri bilməməyiniz sizi məsuliyyətdən azad etmir. Təchizatçılar üçün hazırladığımız proqramda tender sistemində uğur qazanmağın üsullarını paylaşırıq. Bir mənbədən satın almaları qazanma şansınız olmaya bilər. Ancaq minlərlə özəl və dövlət satın almalarının qalibi olmaq məhz sizin əlinizdədir. Bu sadəcə bir təlim deyil. Bu, təcrübəyə əsaslanan və Davamlı öyrənməyə açıq bir yanaşmadır. Dövlət satın almalarının incəliklərini əsl peşəkarlardan öyrən.